Aygün canlı yayın zamanı hələ evlənmək fikri olmadığını açıqladı. Canlı yayına qoşulan izləyici Aygünə ATV-də olan qızların içində ən mədənisi elə Aygündür. Reytinqdən ötəri Aygünü piskələmə verdilər deyincə Aygün canlıda ağladı. Buyurun həmən yayını izləyək. Kanala abunə olub videonu bəyənməyi unutmayın. Evlənməyi düşünmürsən? Yox hələ ki, evlənmək fikrimdə yoxdur hələ ki. Bəs toya hazırlaşırdıq Cagün. Deyədim izləmədə qalın. İzloş da yaxşı oynaya bilir də. Görmürsən də İzloşun oyununu. İzzət Ozan müəllim ona başa salıb ki, içmə, stolda yatma, olmaz. Başa salıb da eləmə, səhv eləmə. Ceyran nə Yenə yaxşı yatır. olmuşsa gəlindən dolananda. Yenə yatır. Deyəsən batanmır ona, hə? Ha, gəl ana. Bu da bunu. Deyirəm ki, Dən gör. Xanım siz neçə? O yarın ətdi gəlir. 94'tendi. 94'ten yazıb da ora. Gəlir. Neçə yaşın var bacı? Hesablayın da 94'te 1994. 31 94. yaşı var. Bəli. Köpoğlu kimsə yanından təyyarə uçur, elə bir təyyarə böyründən uçur, maşın əvəzinə. Seyirde yaşarda olacak. Yo yaşıyor sesi bakayım. Yox, oxuyur yarımçıq. Oxuyur, oxu. Yarımçıq oxu. Mən belə istəyirəm, ürəyim Babu belə. Gülüm xanım sağ olsun. Bax gəlib gülmül də atır bax arada bir Dinən bahalı gəlsin də. Ay gülüm, əgər imkanın varsa biraz bahalı gəl. Aygün gözəlliyinə görə bir dənə gül nədir ki, ona 101 dənə gül lazım. Tazdan zaddan atsın, Bir küldən dənə gəlməsin. kepka. Papaqla bu nə gedər? Yo, gözəl xanıma, gözəl belə qolbaq gedər, ya set gedər, ya tac gedər. Ya da bantik. Çocuklarım var bacı. Mənim bir dənə qızım var. Allah saxlasın. Olmayanlara qısım. Çox sağ ol, Allah köməyin olsun. Allah sənə də qismət eləsən, yaxşı bir yerdə, yaxşı bir adamdan deyək də biz. İnşallah. İzləmədə qalın. Aygün nə demirsən? Ay sağ ol İzzət, bax onu bilirsən. İzləmədə qalın. Aygün'ün sesi var ha. Aygün o gündən deyirdin ki, bir nəfərlə nədir? Açıqlamam var. O açıqlamanı da vermədin də, yoxsa verdin, mən eşitmədim mi? İzzət bilir, yox, izləmədə qalın. İzləmədə qalın. Aygün, bu sizə bu şey nədir? Diplomu şeydə verirlər, bizimlə səndə verirlər. Bu izləmədə qalın cəmaatın ürəyini üzmək diplomunu. Ay sağ ol, izləmədə qalın. Bu səfər çok elə olacaq. Nə bax, qaqa, pı da deyir izləmə qadın, deyəcəm sizə, pı. Ha, başa düşdüm. O izləmədədir qaqa. O dənizin qırağında elə izləyir. Yo. Yo qaqa, oğlan Zaur oğlan. müəllim, aparayım mən bir içimi. Ha, o birisi. Deyir, Zaur müəllim, apar deyir məni, deyir, dənizin qırağına içimi töküm. İçimi boşaldım. O da ya. Mənim canımda kimsədən danışmayın, məndən danış. İzləmədə qalın, İzzət, denən, başa sal. Orada kimlər olacaq? Tanınmışlar. Əlbəttə. O günlər məmmə Ceyran xala sənlə danışanda elə pis oldum, Allah haqqı. Sən çox istəyirmiş, həqiqi o. Hə, elə çox istəyir ki. Uşaq nədir? Uşaq nə deməkdir? 5 barmağın 5-ini də bal eləyib soxsa türkün məsələdə icacıdır. Gül gəlir, bax, gülüm sənə gül atır. Bahalı gəl, bacı. Oh, hay Allah. Qaqa, uxay nə deməkdir? Uxaq da. Uxaq da harda yazılıbdı? Yazıb, onları uxaq da nə demək? Ayın işin neçə kimidir sən bacı? Uxaqa, Gəlirəm axşam. Səhər 7-də çıxıram. Səhv yazıbdı, səhv yazıbdı. Deyir, üzülü saydı. Restoran ora, yoxsa? Ticarət mərkəzi. Aygün, ora bilirsən nə oxşuyur? O təndirxanaya, təndirxana deyirlər bizdə. Obyekti göstər yaşar Səs sözü deyir. çıxarmayın, göstərin. O səsdən bizim səsimizi işlədəcəklər. Balaca yerdir, böyük yer deyil ha.
balaca yerdir. Böyük yer yox. Orada içib tans eləyə bilərsən qaqa. Tans. Olma. Orada içib tans eləyə bilərsən qaqa. Olma. Gedən tans eləməyə. Hə qaqa, bizim təndirxana ondan böyükdür. Balacadır da qaqa, xudmanın yerdir. Təndirxana bilirsiniz də nə? O təndir olan yerə təndirxana deyirlər. Aha, doğru. Kitabxana, təndirxana. Ha. Sen de mi belli şekilde gitmeye hazırlaşır? Kulları gözleri kızları çok değişik. Mən bax, ay Aygün bir dəqiqə canlıda gör buranı, millət də olacaq ora. Kucaklaşırlar ha onlar. Nasıl yedir? Aygün öldürərsən ha, biraz yavaş sıx. Vay ayakları ilişse de. Onu yerden yüzden kopardılar. Ha. Gel şu işte. Verin yaxşı qızlar Allah haqqı. Sabır otur. Yaxşı qızdır. İzzət içib oradan oynayar. Afsiyatla dünən mərcə girdi, Ozan mənə deyir, mən içərəm başımı yerə qoyaram. Bu deyir ki, qız deyir ki, mən çox içərəm də, sən mənə Nəfəsiz? Salam, salam. Necəsiz Ozan, İzzət? Salam. Sağ ol, yaxşı ola. Xoş gördük, xoş gördük. Yine sen niye koşuldun? O neydi sən Allah? Elə sən Amerika'da gitsən, hamı gəlib görüşməyə səni. Ayda, o neydi ay bacı? İndi Hə, Aygün gördün bizi görüşdü. bütün gün bir yerdə döyürsün Aygün. Aygün, hə, o ne görüşməydi sən Allah bacı? Bunu abi İnsanın ürəyindən gələndə, ürəyindən gələndə qucalaşanda nə olur çünki ya? Bellidir deyəsən. Olmaz. Deyəsən bacı hazırdı, ona görə gəlib qucaqlayır. Şabanın məsələsi var. Hansı hazırlıqdan gedir ki o insandır da. Niyə pis baxırsınız ki, soylanlara nə deyirsiniz, boyunlarınızların çöldə? Ay xanım, mən nə danışdım, sən nə danışdın? Bax, pis mənada demirəm. Aygün nə qədər vaxtı canlatır. Bircə dəfə bunun bir açıq-saçıq canlısını kim görürdü? Yo, mən görməmişim bir şəxsən, Allahım olsun. Aygün. Qaqa, mən sənə, yaşa, sənə bir dənə söz deyim, də özün də buradasın. Mən sənə deyim ki, oradakı o aktivdə olan qızların içindən, mən sənə deyim, ən mərd Aygündür. Bəli. Mən Allah bu, haqqı, mərd. and ola, ən mərdi o qızdır da, çox mərd qızdır. Onun bəlkə də 5 manat olsun, getdiyinə mənə 5 manat verəcək, hamısını verəcəksən. Mərd Yox, bunu da verər o. Biraz Aygünü bizimlə səndə pis qələmə verdilər. Versinlər də. Bitirək, Sərhan da keçər. Reytingdən ötəri cəmaatın başına oynatırlar. Görmürsən o birisini, o nədir? Niyə ağladın Aygün? Adını çəkmirəm, adını çəkə də bilərəm, mən qorxmuram. O Arzun görmürsən, nəvəsi yaşında uşağın əlindən tutur ki, bu mənə Xüsusilə o özü bilər. O heç kimə dəxilsi yoxdur. Kimin həyatı özü üçün maraqlıdır. Nəvəsi olmur, oğlu olsun, nəticəsi olsun. Onun öz fikridir. Məhəbbət yaşa baxmır, bir söz. Sevgi baxmır. Bir də gözləyə yox, nəvəsi yaşındadır. Niyə olar? Niyə yaşa baxmır? Onda gedək biz özümüzdən 40 yaş böyük arvad alaq, Bəli, salamlarını... şəxsən mən, eşitsən, bir də gözlə, şəxsən mənim yoldaşım məndən 10 yaş balacadır. İndi sözüm var, deyil. Deyil. Buyur. Enara, sən, ay Enara xanım, sən dava eləyirsən, Yox, deyir, nəvəsi yaşayır. O heç kimi təhqir eləməsin burada. Yox, təhqir eləmir. Təhqir deyil, xanım, təhqir deyil. Sabahlarım, sizin yoldaşınız, Allah canını sağ eləsin, 10 yaş sizdən balacadır deyirsiniz. Sabahlarım, 50'in keçəndən sonra, 50'in keçəndən sonra. Bir cavanları alıb nə olublar? Ərlərinə xəyanət eləyirlər. Hə, öz yaşlarına, ərlərinə Xəyanət yaşa baxmır, xəyanət hamı.
həyat yaşa baxmır ki. baxmır. Məhəbbət yaşa da baxır, elə o yana da keçir. Niyə Burada baxmır? təhqir eləməyin. Xahiş edirəm. Təhqir eləmirik. Anası yaşındadır, oğludur, nə yedi? Bəsdirin day, qutarın. Arkadaşlar Aygün'den danışın. Bırak başımızın Aygün'e. Hamı xoşbəxt olmağa haqqı var. Bəli. Ne olsun? Heç kim Ne olsun? deməsin ki. Yok, ne olsun? Ay xanım bir dəqiqə o şeydi. Ne olsun? İzzət də məsələn 65 yaşından ilə şey eləyir, danışır. Ne olsun? İçir, içəndən sonra 65 yaşından ilə danışır. Nənə bir ayağı ki oradadır, bir ayağı şeydə. Zarafat eləmə, İzzət, qaqamsan mən, ürəyimsən. Kef elə. Qismət, əlbəttə qismət. Yox. Mən bir dənə söz deyim. Düzdür, bəzi şeylərlə razılaşmıram, ancaq bəzi şeylər. Əsas odur ki, yaşın çox oldu, az oldu, əsas xoşbəxt olsun. Pis yox. Bəli. Mən niyə görə bax İzzətində xətrini çox istəyirəm Ozanın da. Çünki sözün düzün danışırlar. Ona görə onların heç kim istəmir. Yalandan gülürlər, daldaqda deyir ki, pis xeyr. Ozan da sözün deyəndi, İzzət də. Yo, Yaşar Elnara xanım, Yaşar qaqamız başqa adam deyil. Yaşar insan Ona görə demədim. Ona görə yox deyir ki, Arzu o nəvəsi yaşında. Hə qismətdir də. Talihdir də. Təki olmaq sən necə ola bilərsən? Hə, nə olar? Andıra qalsın o qisməti. Savaqlarım cavan oğlandı. O qocalandan sonra başqa yerə gedəndə onda O heç kimə dəxli yoxdur. Onun öz həyatıdır. Öz həyatıdır, özü bilər. Elnara xanım, bir dəqiqə səbirli ol. Bax, mən özü qoşula da bilər. Allah xoşbəxt eləsin özü. Ancaq Aygünlə onu bir-biri, o şey, Uqul deyilən bir şey var. O cavan oğlandır. Onun bir dəqiqə başı qanlıdır. Bir dəqiqə istədiyi yerə gedəcək, istədiyi yerə gələcək. Bugün insan var ki, yaşı, deyirsən, məsələn, yaşı azdır. Yəni, sən mənə deyə bilərsən ki, yox, yaşı adam var ki, yaşı azdır, ağlı böyükdür. Ancaq düzgün gəlmir də, bildin nə demək istəyirəm. Yəni görkəmcə, mən demirəm pis oğlan deyil. Mən bir dəfə görürəm. Kimdə bilmirəm. Düz deyir. Onlarda 19 yaş, qızın nəmlisi yaşı var, bilmirəm də. Hayır xanım, bir dəqiqə dayanın. Siz rus dilində başa düşürsünüz. Mən sizə bir kəlmə rus dilində. Sən rusla danış, mən başa düşürəm, deyir. Bir kəlmə mən rus dilində deyim, siz mənə gözəl başa düşərsiniz. Azərbaycanlı var. Burada hamısı Azərbaycan dili danışır. Başa düşürəm. Mən prosto nədir, istəmirəm, çoxsu başa düşmür. Ona görə nədir, rus dilində deyirəm ki, Azərbaycan dilində deyirəm, başa düşəni sənə alır. Azərbaycan dilində də danışıram, rus dilində də danışıram, türk dilində də danışıram, düşmanların dilində də danışıram. Gör nə deyirəm, prosto mən o sözü istəmirəm ki, millət bilsin də. Mənə də demə. Mənə demə, ehtiyac yoxdur. Bildiniz də, lazım deyil prosto. Mənə demə, ehtiyac yoxdur. Buradakılara əgər məsləhət bilmirsinizsə, mənə demə, mənə də məsləhət bilmə. Bu günlərim, Yaşar bir dənə bağışla, bu günlərim, məsəl üçün, 35 yaşında oğlanla 18-19 yaşın qızın düşüncələri eyni ola bilməz. Çünki 35 yaşındakı oğlan fərqli düşünəcək, 18-19 yaşındakı xanım başqa cür düşüncədə düşəcək. Bugün insan, yəni yenə deyirəm, bir-birinin partnyor deyilən bir şey var. Yəni bir-birini tanımlamalıdır, əsas budur. Nə bilim valla. Allah axırları xeyirləsin. Bir dənə bunu deyə bilərik. Allah axırlarını xeyirləsin. Neyini, nə gayrı o bizə maraqlıdır. Allah xoşbəxt eləsin. Pisiyo. İnsan da var ki, pula görə 50 yaşında nənəni alır, xalanı alır. Məsəl da belə deyək. İnsan da var ki, oğlandır, məsəl üçün oğlanla, pula görə oğlanla alır, evlənir. Belə şeylər var. Azərbaycanda faktiki olaraq var bunlar. Fakt mən sizə burada canlı yayımda deyə bilərəm. Mənim üçün ağda qara, ağ, eyni şeydir. Sözün düzünü deyirəm mən. Qaydını da göstərə bilərəm. Qaydlar da var. Təbii ki, qardaşım. Biz kiməsə, kim böyükdür, kim baladıdır, kim evlidir, kim nənədir, kim babadır, kim dedikədir bizə maraqlı deyil. Biz Aygünə xanıma görə buradayıq. Aygün, söhbət elə də, qız. Yenə qəmlənmirsən, yenə getdin, xumar qədim olur ki. Baba neçədə gəlirsən, ürəyim? Öpüreyim, saat
11-12-də gələcəm. Yox, sən mən səsə qoymaq telefonu, gələ səsə qoyma telefonu. Şoferim təzə mübarəkdir, təzə şofer tutmusan. Səsə toxun var, olsun. lazım. Həm nəzarətçim var, həm şoferim var. Oğlan da ay Ozan. Hə, qaqa. Oğlan da var ki, oğlan ona maşın alıb Sputnik'dən idarə eləyir. Yaxşı, Ha. Qurana baş Tuttum qurban. söhbəti. İzzətin dostudur. baş qurban. Ana bu da düzəltdi, bacarana baş qurban. Bu da düzəltdi yuxarıdakı, bacarana baş qurban. Daha Yaxşı. belə. Ayınlar. Yaxşı eləyib. Orada da Oğlanın göstərdim. nəsmalı, oğlanın ev alır, o bizə daxilsizdir, öz həyatıdır, özü bilər. Biz səhvə kimi niyə qarışırıq? Qarışdırırıq, Elnara- içində yolluq sıxırıq. Elnara xanım, sən səhifəyə bağlatdıracam. Bağlatdır, qurbandır sənə. Elə belə bilim bağla. Əsəbləşmə, mehribançılıq yaradan, mehriban ol. Ona görə demirəm. Bilsən mən pis baxıram. Bax Aygünə də tərəf olur. Aygünü təhqir edirlər. Demişəm niyə təhqir edir? İçinə girin, görün necə nətərdir, nə qayırır. Ona görə mən qadınlara tərəfəm. Mən heç vaxt qadınları sındırmam. Sən Allah sənə an verirəm, nənənin canına profildəki şəkil sənsən. Yoldaşımın gözünü sıxmışam. Allah ömür versin. O çox da sıxmır, qopdu oyuncu O sıfatı. baksınlar ha. Hadi biraz uzaq elə, çəkib belə. Heç olmasa gözünün birini açıq qoyaydın da yazın. Birini tut, birini bağla. Yatıb durğanda deyərəm ki, mənə şikayət gəldi ki, bir dənə gözü basıb çıxardıra, biraz yüngül çək. Yaxşı o zaman. Enlər xanım, yaşı indi demirəm də, indi bil. Prosta 40 özü yaşım var. uşaq. 40 yaşım var. Bəli. Hə, yəni özü içində uşaq kimi böyüyür. Hə, mən bilirəm. Mən balaca uşağam. Mən hələ mənim qabaqdadır həyatım. Mən zavanam. Mən kiminsə yaşamıram, özüm kimi, özümə yaşayıram. Mən kim nə deyər, kim nə eləyər, o mənə axırıncı adamdır. Mən öz həyatımı yaşayıram. İzzət üçün, Putulqu üçün yaşamırsan ki? Onu demirəm. Kiminsə fikirlərinlə mən yaşamıram şəxsən. Təmiz Biz söhbət. hoşlanış da deyirəm. Düz deyirəm. Təmiz söhbət deyil də mən daha. Nə gözləyin? Üst sözü nə deyəsən? Düz deyirəm mən. Yaxşı edirəm, İranla danışıram da, neyniyim? Durum, baxın, naklikadır, danışıram ki, Oo, sən də Enarə. Maşallah sən dildən ərim babasın. yanımdadır. Ərim yanımdadır, qoşa düşmədim. Nağaram ki, başqalarının çiğ ilə girib nəsə eləmirəm ki, salamlaşdım, sağollaşdım. Ərim hardadır? Ərim böyrümdə. Görsən deyim ərimi sənə? Haydi. Yoxsadır, danışıqda. Kimə? Kimə? Dayanmır. Getdim bulutla. Oy Allah. Ben bildim kimdi. Enar xanım. Qaynana ilə qalson var ha. Qaynana sən əlinə qaçıb gedər, inansız ki, Amerikada da. Sonra, yox hə, elə deyirəm. Qaynana ilə qalsa, qaynana yazıb özü nasıl öldürər, Elnara xanım nətər danışır. Mən özümə görə bir insanam. Yox, vallahi elə də deyirəm. Ay, ben büyük kuruşlanmış kimi içəri. Yaxşı elədi atış bloka. Yaxşı şey, ərinə, başa düşün, mən burada nəsə iş görürəm. Nə iş görürəm ki burada? Neynirəm ki? Yox, ərin hanı? Ay, kişi gəl bura görüb sənə soruşurlar. Sən yanındadır. Kız sənin. Azey, şola, sən Allah haqqı ona görə səni gəlib yandırıb tökürəm mənim ərimə kimsə qarşı saça. Hacı niyə görsən Hacı? Mənim yollarım bağlanıb uşaqlar. Ad yolları mənə sözən narahat olma, deyəm. İzləmədə qalın. Mən yollarını aça İzləmədə qalın, bilirəm. izləmədə qalın. Ay, Eriş gördün bugün dostuna gidi gəlmişdi. Gördüm. Hacım, deyim mi yolumu nə tərəz? İlahi ilə Pərvinə deyə, onlar qəşək molla yeri bilirlər. Əhbəri nədir, maketə döndəriblər. Onlar qəşək həm açırlar, həm bağlayırlar. Olar ki. Əkbəri nə var abla külürlər? Yaşa. Molla söhbəti düzdür. Molla aça bilir yol. Molla yol açır, üzünü açar, gedər Açır, nazır. Ay yaşa. həm açır, həm Əkbəri nə olur bağlayır. ki? Əhbəri müqaviləyə döndəriblər, qaqa.
Heç kimin O adı. deyirlər o deyir düzdür, həqiqət edirəm. Deyir görcəyə gedirsən hər nə var nə yox edirlər adamı. Hə, yaxşı qutardı, canım qutardı. Cəhənnəm ol getməsən. Əgər yox, Allah sənə zəng gəlin. O vallah mənim də bəxtim bağlıdır. Halaldır. Ay, Gürcistan bayrağını qoymusan, Ozan heç nə bilmir. Yalandan şərrəm önmə. Nəsə, heç kimin adını çəkməyin burada. Ozan yerin altında bir üstünde. Ay qız, bu mənim canlıma kim baxırdı? Hə, yox. Ay gör. Hadisələr oldu. Hə? 700 nəfər, 800 nəfər adam var. Canlımda. Oyun geçmişlik restorana. Meryem'i oynatırdım. Bugün gedimsiz? Boğazında qalmasan yazıqsın. Bak bu gün hara getdik? Kababa, xəngələ, ləvəngiyə. Nə dedim ay xanım, dedim bayrağıyla sən nə seçim olur? Dedim Gürcistan şəkili bayrağı qoy. Ay Zamiq, Adı yox şey, mən nə mücadət edim, dilim də dolaşdı. Artıq yazanlar atsa sizə. Arada səsi çıxart, bilək ki oradasan. Lara, sən moderatorluq eləmirsən, Azərbaycan bir qırağa bax. Zamiq efirdən bəri məni izləyir, hörmət eləyir, xətrimi istəyir. Deyir, həmişə səni izləmişəm, həmişə də gəlib moderatorluq, nəzarətçilik eləyəcək. Acım güzelliğe mod vermişsən. Baxın Bir bir. də gözlə. Deyəsən sənin buynuzların sıxıb nədir? Bir də gözlə. Mən hər dəqiqədə də gəlirəm də ki, kimsə məni mübarizə tərəziyə qoyma. Ağıllı ol. Bir dənə sən qalmışsan, moderatorlardan bilirsən. Bilə bilərsən, problem yox. Hamısını göndərmişəm. Bəh, musiqi çox superdir. İllərin musiqisi. İzzətə moderator verir. İzzət mənim moderator. İzzət bir günlük moderator mənə lazımdır, bir günlük. İzzət məni də moderatordan çıxardım. Yo, çıxarmamışım. İzzət, sən moderator qoya bilməz, Zamiq olacaq, bir də Eliş olacaq. Şıqtardı gəlir, 2 nəfər. Bəsimdir. Mən indi moderator deyirsə, indi tapıb qoyuram mən. Mən gələndə gələsiniz canlıma, mən çıxanda çıxasınız. Sən mənə canlısın da mən yol gəlirdim. Saat 8-də. İbarətdir. Sən bilirəm, Eliş işin ola bilər. Zamiq beşər adamdır rayonda. Düz deyirsən. Hı? Yəni işləyirəm mən burada. Sənə görə qalmışam. Bu Zamiq var, bu mənim canlıma. Yəsən. Bəli. Bu içimiz anasına gedmir. Gedib, gəlib, axırı 44. Yəni. Qaç pulu yığıram. Acım qaç pulu istəyirlər. Salmanın əvvəla qoşulam da. Hı? Yaxşı elədin. Mən ki, nəsə səhv bıraxırsan, sən atmışam bloka. Zor diləmişəm. Səhv bıraxma, atmayın bloka. Qaqa, bu türk deyil. Zamiq, sən canlılara gedirsən ki. Mənə takib atıb bu. İzzət Azərbaycanda bir dənə qız qalmayıb, hamıza mesaj yazır. Kimə deyirsə deyir, İzzət tanıyırsan, ha? Mənim moderatorum, mənim canlıya gələndə gələcək, canlıdan çıxanda çıxacaq. İşdən sonra nə qayır, neyini daha mən qarışa bilmərəm. Bilmərik, işimiz gücümüz yoxdur. Artıq çomağımızı da belə qoyaq. Agin canlasın da biz gerək, yine işimiz gücümüz yoxdur bana. Sənin işin gücün var. Zamiq. Nə dəxlisi var, davay. Mən Asunanı qəbul edib bəslə, davay. Dedəm var ya. Я хочу.
İzzət, güzel bir vəziyyət. O benim yeğenim. Yaxşıdır, şükür.